kəndində lentə alınıb. Videoda fermer Natiq Bədirov kimyəvi maddələri bir-birinə qataraq onların çiyələyin tərkibinə vurulduğunu bildirir. ATV xəbərə müsahibə verən fermer deyir ki, video zarafat məqsədi ilə çəkilib. Bəs çiyələyin tərkibinə qatılan kimyəvi maddələr hansı məqsəd daşıyır? Sırf məqsədim gülmək məqsədin olub. Dost-tanış arasında çəkilən video olub. Bundan da bəzi sosial şəbəkələr premium takipçi qazanmada yaydılar. Gəmirici düzlərimiz var, həşatlarımızı onun üçün vurmuşam bu dərmanı. İnsana qarşı orada heç bir ziyanı yoxdur. Bəs digər fermerlər bu barədə nə düşünür? Preparatlar çoxu bioloji preparatlardır, yəni istifadə etdiyimiz. Bu insan orqanizminə heç bir təhlükəsi yoxdur. Yəni bizim yetişdirdiyimiz çiyələk demək olar ki, bioloji çiyələkdir. Nəvələrimə də verirəm, o çiyələkdən özüm də yeyirəm. Bəs alıcılar hazırda satışda olan çiyələyin dadı barədə nə düşünür? Kimyəvi maddə ilə yetişdirirlər də, məlum məsələdir. Mən də gəlmişəm, indi baxım görüm, bəlkə biraz çiyələk aldım. Çiyələk may ayında olardı, indi belə yox. İndi 12 ayın 12-sində də çiyələk var.